Yağlıvənd faciədən zəfərə sənədli filmi tamaşaçıların Qarabağ yaddaşını yeniləyəcək. Film 1992-ci ilin bir yay günündə Ermənistan hərbi hava qüvvələrinin Füzuli rayonunun Yağlıvənd kəndini bombalaması zamanı həlak olan mülki vətəndaşların əziz xatirəsinə ithaf olunub. ...92-ci ildə o samolyot bizim kəndi bombit eləyəndə mən kətdəydim. Öz qonşumla oturduğumuz yerdə samolyot gəldi. Bax gəldi bu qərəmmətli kəndinin üstündən fırlandı, gəldi bizim evləri döyə-döyə getdi. Film boyunca şahidlər yenidən o günlərin dərin ağrısını yaşayaraq olanları hadisə yerindən nəql edəcəklər. İkisi ötdü getdi, biri necə ki yağış yağardı. Heylə yağış kimi yağdı. Toz, duman dağıldı. Dağılandan sonrasına yoldaşımı tapdıq. Tapandan sonra oğlum da onda balaca idi. Uşaqdı. O körpəgədə o dədəsini götürdü. O etdeli. Ay bala hara aparsan. Dedə aparacağım. Apardı orada da meyedin getirdi. Bırak qalxanda tağ oradan tullandı düşdü kahanın düz içine. Burada qaldım təkcə. Bu Mehmet'ten anam orada çıktı. Dedi ki sana verdi abi, bir de benim dalımca belə geldi. Deməli, hər öz balası üçün. Ben tağ üçün getmiştim, tağ düştü. Bir el adam səsine bir de anam geldi, bak burada geldi. Beni burada qucaqladı, qaçdı geri.